Soyuq müharibə dövrü xəritə üzərində. Bu dərsimizdə əsas hissələrə, xəritə ilə bağlı məqamlara diqqət eləyəcəyik. Deməli, soyuq müharibədə ən əsas başlanğıc hissəyə baxsaq, Birinci Dünya müharibəsinin yekununa BMT-nin yaradılması, yəni Birləşmiş Millətlər Təşkilatının yaradılmasına baxacağıq. Harda tamamlandı bu? Gəlirik Amerikaya, deməli Amerika Birləşmiş Ştatları, yəni ABŞ-də San Fransisko konfransında 50 dövlət nizamnaməsini imzaladı. Deməli, baxın, yenə də deyirəm, Kanada ilə qarışdırmırıq, yuxarıdır bu adalar olan hissə. Bəzən ola bilər ki, bu adaları kəsib sizi çaşdırmaq üçün buranı da göstərmir. Belə deyək də, buradan belə kəsib ancaq bu hissəni verir. Həmçə bu düz xəttin aşağısıdır Amerika Birləşmiş Ştatları. Altında da baxın, elə bil ki, bu formada Cənubi Amerikaya birləşən bu xəttin başlanğıcı, yəni Meksika hissəsi ilə də yadda saxlayın. Kanada birbaşa ora birləşə bilməz, amma birləşən ABŞ-dir. Deməli, harda elan olundu? Amerika Birləşmiş Ştatlarında və BMT-nin iki əsas orqanı var idi. Biri Baş Məclisi idi, ildə bir dəfə toplanırdı. Bir də daimi fəaliyyət göstərən Təhlükəsizlik Şurası idi. Təhlükəsizlik Şurasının isə 5 daimi üzvü var idi. Gəlin o 5 daimi üzvə də birlikdə baxaq. Biri təbii ki, Amerika Birləşmiş Ştatları idi, burada qeyd etdik. Biri Böyük Britaniya idi, biri Fransa idi. Deməli, ABŞ, Böyük Britaniya, Fransa, keçirik biraz da şərqə doğru. Biri SSR idi, sonradan onun varisi təbii ki, Rusiya Federasiyası və təbii ki, Çin, biraz da Çin, deməli, Birləşmiş Millətlərinin 5 daimi üzvündən biri idi. Baxın, burada uzaqlaşdırıb tam olaraq xəritəyə baxdıqda Birləşmiş Millətlər Təşkilatının 5 daimi üzvü var idi. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, yəni Birləşmiş Krallıq, daha sonra Fransa, Rusiya və Çin. Davam edirik. Demək, hansı məsələyə burada toxuna bilərik? Bir dəqiqə bunu geri qaytaraq. Deməli, baxın, soyuq müharibədə bitdi. Bunlar qələbə qazandılar, daha doğrusu Dünya müharibəsi bitəndən sonra SSR-nin, yəni indiki Rusiya, bu müasir xəritədir təbii ki, həmin dövrdə Qazaxıstan, bu hissələr də Çin təbii yox. Bu hissələr də Şərq Avropanın bir hissəsi də SSR-nin tərkibində idi. Burada məsələ nədir? Hansı məsələ Qərb dövlətləri ilə bunlar arasında, SSR arasında ziddiyyəti daha da kəskinləşdirəcək? Təbii ki, burada həm Türkiyədən ərazi tələb etməsi var idi, həm də İranın şimalında möhkəmlənmə cəhdləri var idi. Gəlirik xəritəyə, deməli, ərazi kimdən tələb eləyib? Türkiyədən. Türkiyə bu hissədədir. Bir də İran buradır. Şimalında bilirik ki, indiki Cənub Azərbaycanda Pişəvəri hərbi hərəkatı ilə yadda saxlayın, SSR ona dəstək verirdi. Baxın, birdən də xəritədir, düşdü, tələb edilən ərazi, baxın, problem deyə, deməli, ziddiyyətlərin kəskinləşməsinə əslində səbəb olan ərazilər olaraq Türkiyədən ərazi istəyirdi, burada da möhkəmlənmə cəhdləri var idi, bunu da qeyd edə bilərik. Davam etsək, baxın, sonra hansı məsələyə toxuna bilərik, yenə buranı sıfırlayaq. Deməli, 40-cı illərin ikinci yarısında Sovet modelli rejimlərin yaradıldığı ərazilər, onlara da bir baxaq, Şərqi Avropa hissəsinə yaxınlaşırıq. Baxın, bu hissələr, deməli, bura Rusiyaya, keçmiş SSR-in, Ukrayna və s. da var idi orada. Hansı ərazilərdə Sovet modelli, deməli, rejimlər yaradıldı? Rumıniyanı qeyd edə bilərik. Baxın, Rumıniya, daha sonra Macarıstanı qeyd edəcəyik. Macarıstan necə yadda saxlayırdıq? Avstriya, Macarıstan, Çexiya, Slovakiya. Baxın, bu qonşuları birləşdirməmişik. Avstriya, Macarıstan, Çexiya, Slovakiya. Deməli, bizə nə lazım idi? Macarıstan. Deməli, Rumıniya, Macarıstan. Bax, biraz da yuxarı qalxırıq, Polşanı burada qeyd edə bilərik. Həmçinin Çex-Slovakiyanı, bax, bunların ikisini də götürürük. Çexiyanı da, Slovakiyanı da. Onlar əvvəl bir yerdə idilər bu formada. Hər ikisində bu müasir xəritədir. Yəni, bilin də bu hissədir. Götürdük. Çex-Slovakiya, deməli, hara qaldı? Bolqarıstanı qeyd eləmək. Bolqarıstanı da qeyd eləyək. Baxın, Sovet model, bir dənə xətt düşünün də. Baxın, bu hissə, bu qalan hissələr SSR-nin tərkibində idi onsuz da. Və baxın, bir dənə də xətt bu hissədə götürürsünüz. Sovet modelli rejimlər yaradıldı. Görürsünüz, Polşa, Çex-Slovakiya, sonra Macarıstan, Rumıniya, Bolqarıstan. Yunanistandan
Yunanıstanı seçmirik, düz yuxarı qalxıb bu xətti götürürük. Bu tərəfdə onsuz da SSR-nin tərkibində idi də Ukrayna və s. Kim imtina etdi bəs bundan? Yugoslaviya imtina etdi. Yugoslaviyada təbii ki bu hissədə idi. Albaniya daxil deyildi ora. Heç bu sizə o qədər vacib lazım deyil, amma yenə də. Mərkəzi də Belqrad idi, indiki Serbiyanın ərazisinə düşür. Və nədir? Yugoslaviya imtina etdi, bu hissədə idi. Sovet modelli rejimlər harda quruldu? Baxın, bir daha vurğulayırıq. Polşadır, sonra Çexoslovakiyadır, Macaristandır, Rumıniyadır, Bolqaristan. Bu xətt üzrə düşünsəz, möhtəşəm formada yadınızda saxlayacaqsınız. Bir daha xəritəni uzaqlaşdırır. Baxın, keçmiş, indi mən işarələyirəm. Keçmiş Sovet götürəndə, bu Avropa hissəsini işarələyəcəm də, Rusiyanı işarələdi. Baxın, bu Baltikyanı ölkələr, təbii ki, həmçinin Belarusiya, Ukrayna, bu ərazilərdə təbii ki, demək SSR-nin tərkibidir. Həmçinin bu Moldovada, burada işarələndə, Rumıniya ilə Ukraynanın arasında balaca yer Moldovadır. Deməli, buranı da bu formada yadda saxlayırıq. Sonra nə ilə davam edə bilərik? Yenə də bu xəritəni sıfırlayaq. Deməli, məsəl soyuq müharibənin ilk böhranı harda baş verdi? Almaniyanın parçalanması, AFR və ADR. Həmçinin 1948-ci ildə bir sıra məsələləri burada qeyd edək. Praqa baharı adlanan o Çexoslovakiyada, üzr istəyirəm, Praqa baharı 68-dir. Bundan öncə daha doğrusu deyək ki, elə o da Çexoslovakiyadadır, fərq etmir. Yəni, kommunist çevrilişi SSR-nin təsir altına düşməsi də Çexoslovakiya. Baxın, Çexiya, Slovakiya, bir daha vurğuluyoruz. Çexiya, Slovakiya. İlk böhran Almaniyadadır. Sonra burada nəyə qeyd edə bilərik? NATO-nun yaradılması. Kanada, Qərb Avropa ölkələri, həmçinin ABŞ da burada iştirak edir. Mərkəzi hara olur? Brüssel şəhəri. Brüssel də haradaydı? Belçikada. Baxın, bura Hollandiyadır, burada Belçikadır. Bunların ikisini də belə yadda saxlayın. Bir daha uzaqlaşdıraq, xəritəni sıfırlayaq. Təkrar gələ bir məsələ, NATO ilə bağlı məsələ. Deməli, hara oldu? Belçikada oldu. Hollandiya, Belçika. Bunların ikisini yan-yana saxlayırıq. Qərargah harda yerləşirdi? Belçikada yerləşirdi. Baxın, Fransa, yuxarısında Belçika, sonra da Niderland, yəni Hollandiya gələcək. Bu formada da bu ərazini yadda saxlayırıq. Bütün dünya konumunda da uzaqdan da baxanda görürük bu hissədə. Davam etsək, sonra böhranlarla baxsaq, baxın, Koreya böhranının baş verdiyi ərazi gəldik. Yenə mayak olaraq Rusiyanı böyük ərazini götürürük. Belə bir ki, ayağını bir balaca toxundurur Koreyada. Baxın, gördünüz, bu da Çindir. Rusiya ilə Çini müəyyən edirik. Bax, Koreyadır, Yaponiyadır, buralarda özümüz üçün takılacaq. Belə deyək ki, bu ərazilər də Rusiyada, bu adalar balaca. Deməli, bunları qaytaraq dala. Bizə indi nə lazım idi? Koreya böhranı. Gördüyünüz kimi, Rusiya və Çinlə mayak olaraq istifadə edib gəldik Koreyaya. Baxın, Şimali Koreya, Cənubi Koreya böhranın yarandığı ərazidir. Yəni, böhranın yaşandığı daha doğrusu ərazidir. Başqa bir böhran, dedik, Almaniyada var idi. Həmçinin də Berlin böhranında bura şamil eləyə bilərik. Almaniya. Başqa bir böhran haranı xatırlayırıq? Kuba. Gəldik Kuba üçün Amerika qitəsinə. Baxın, Amerikanı yenə də müəyyən eləyirik. Burada Kanada. Kanada düz yerin düz xəttin alt tərəfi. Baxın, Amerika Birləşmiş Ştatları. Kubada baxın, bu balaca qırmızı yerdir ki, buranı blokadaya almışdı. Bununla da bu böhranı da yadda saxlaya bilərik. Davam etsək, sonra hara gedəcəyik? Gedək biraz Finlandiyaya doğru hərəkət eləyək. Finlandiya deyəndə bizə hara lazım olacaq? Nə ilə bağlı Finlandiya lazım olacaq? ATƏM-in yaradılması. 1994-cü ildən ATƏT olacaq. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi hardadır? Finlandiyadadır. Baxın, yenə də burada mayak kimi Rusiyanı istifadə edib, Rusiyanın sol tərəfinə baxacaq. Gördüyünüz kimi Finlandiya. Bu tərəfdə də lap xətt qıraqda Norveçdir, aralarında İsveçdir. Norveç, İsveç, Finlandiya. Düşdük aşağı Baltik ölkələri termin olaraq işlətdiyimiz Estoniya, Latviya və Litva. Bu formada. Baxın, burada bu balaca yerdə nə dedi? Görürsünüz, Rusiya gəlir üstünə vuranda. Rusiyanın Kaliningrad vilayətidir. Deməli, ATƏM-in indi yaradılması ilə bağlı dedik. Hara oldu? Finlandiya. Finlandiyanı da bu formada müəyyən edirik.
Soyuq müharibə ilə bağlı sonra nə deyə bilərik bu dövrdə qoşulmayanlar hərəkatının yaradılması. Arada xəritəyə bir uzaqdan bir quş baxışıb dünyamıza baxırıq, yenə yaxınlaşırıq. Yugoslaviya idi, baxın, demək elə təxmini həmişə deyirəm Yugoslaviya buradır. Tərkibinə daxil olan müasir dövlətləri də götürsək biz, deməli elə mərkəzi Serbiya, Belqrad idi. Sonra keçirik, baxın burada bu C hərfinə oxşayır, Xorvatiya. Xorvatiya, sonra baxın, Xorvatiya ilə bu Serbiya. Xorvatiya ilə bil ağzını açıb ağzının içinə girən ərazi Bosniya və Hersegovinadır. Daha sonra gəlirik buradan Makedoniyanı götürürük. İndi burada bu Kosovo zad var, bu sonradan ortaya çıxıblar da. Bunlar da əslində Serbiya daxilində gedirdi. Sonra haranı götürəcəyik? Bir də Montenegronu götürəcəyik. Baxın, Yugoslaviya təxmini bu ərazidir. Burada görürsünüz Albaniya var. Albaniya daxil deyil Yugoslaviyaya. Elə bil ki, indi götürdü Yugoslaviyanı qoşulmama hərəkatının yaradıldığı deməli, yaradılmasında iştirak edən ərazi. Baxın, bunlar hamısı bir yerdə. Sonra hara idi? Misir idi, bir də Hindistan idi. Bunlara da uzaqda baxaq. Deməli, baxın, bu coğrafiyalar veriləndə, baxın, Balkan yarımadasının üst tərəfi, elə Balkan yarımadasında gedir bu arada. Yugoslaviya bəzən Balkan imperiyası da deyirdilər. Yəni, bu çəkmənin arxası da Yugoslaviyadır, sonra Misiri verdilər. Avropada görürsünüz səliqəli, Misirin sərhədini elə bil xəttkeşlə çəkiblər, necə səliqəli bölüblər. Sonra həmçinin Hindistanı da burada müəyyən edir. Bu üçü də oldu qoşulmamanı yaradanlar. Davam etsək, böhranlardan birin bayaqdan yadımızdan çıxdı, heç demədik. Vyetnam müharibəsi. Baxın, Vyetnam da buradır. ABŞ burada uduzdu. Deməli, görürsünüz, Vyetnam, Çinin alt tərəfinə baxırıq. Bu Vyetnamın da takıldığı qonşularına belə deyə baxaq, bizim üçün daha yaxşı olar. Baxın, deyirik, Fransız müstəmləkələri və s. bu bölgələrdə sayırıq. Laosdur, sonra gəldi aşağı Kambocadır. Bu da son zamanların məşhur Taylanddır, məşhur ölkəsi. Biraz da bu tərəfə gedirik. Birma və yaxud indi Myanma gedir də, Myanma adlanan ərazidir. Buralar adətən Cənub-Şərqi Asiya gedir. Burada Hindistan ərazisidir. Sonra bu Bangladeşdir, Şərqi Pakistan indi artıq müstəqildir 71-dən. Sonra Bhutan, Nepal və gəldik Pakistan. Bu formada bu ərazilərdə qeyd edə bilərik. Yenə bax o demiş deyirlər, ağzı qızışdı, söhbətə getdi. İndi bizdə də elə oldu. Vyetnam böhranını deyirdim, hamısını saydım. Baxın, bu coğrafiyada Vyetnam böhranı gedir. Bax, bir daha uzaqlaşdırıb böhranlara baxsaq, misal üçün Koreyanı deyə bilərik, hər ikisini qeyd edək, şimal-cənub. Sonra gəldik, burada Almaniyada var idi. Biraz da uzaqlaşdıraq, əvvəl yaxınlaşdıraq, Kuba böhranını da deyə bilərik. Bəzən ümumi xəritədə verir. Baxın, xəritə türklər demiş, genel olaraq dəyişməyib. İndi sərhədlər dəyişə bilər, amma baxdıqda, baxın, bu istiqamətlərdə biz böhranların əsasən indi bizə lazım olan olduğu hissələri görə bilirik. Həmçinin İsrail-Fələstin münaqişəsinin olduğu yerə də daha yaxından baxaq. Gəlirik, təbii ki, bu müasir xəritə üstündə bu Aralıq dənizidir, bu ağ yer. Bu arada bu Qara dənizdir, bu da Xəzər dənizidir. Bu böyük coğrafiyalar bizim mayaklarımızdır. Baxın, Fars körfəzidir, Qırmızı dənizdir. Bu selfie eləyən hissədir, görürsünüz, Misir-Sinay yarımadası. İndi, deməli, bu coğrafiyada bu müharibənin əsasən, baxın, indi İsrail, bu Qırmızı Fələstin ərazisidir hal-hazırda, bu da İsrail. Baxın, bu coğrafiya uğrunda mübarizə gedib. Yuxarıda da görürsünüz ki, bu coğrafiyanın Aralıq dənizinin şərq sahilidir bir növ. Burada da həmişə biz nə deyirik? Finikiya, Fələstin, Suriya, lap qədimdən deyir deyə. Baxın, Suriya, Fələstin bu hissə, indi Fələstin və İsrail dövlətləri mövcuddur. Həmçinin Livan ərazisidəki keçmiş Finikiyadır. Bu arada bu Kipr adasıdır. Bu da Krit adasıdır, Yunanistanın tərkibindədir. Yenə də ağzımız qızışdı söhbətə, getdik, çıxdıq başqa yerlərə. Bizə nə lazım idi? İsrail-Fələstin münaqişəsi. Baxın, bu coğrafiya. Mayakımız Aralıq dənizi olacaq, şərq tərəfinə baxacağıq.
Sonra SSR qoşunlarının yeridildiyi ərazidə Əfqanistan. Düzdür, dəfələrlə gəlmişik, uzaqdan gələk ki, yenə göz yaddaşımız. Xəzərdən sağ tərəfə baxacağıq, Asiyaya baxacağıq, Əfqanistan baxın burada. Hətta 19-cu əsrdə İngilis-Rusiya mübarizəsi də var idi bu bölgədə. Hindistan indi Pakistan indidən ayrıldı da. Burada ingilislər nə istəyirdi? Hindistan sərhədlərinin təhlükəsini, Rusiyadakı Hind okeanına tərəf yaxınlaşmaq istəyirdi. Deməli, Əfqanistana qoşun çıxarılmasını da burada qeyd edə bilərik. Sonra Çernobıl qəzasından danışsaq, Çernobıl Ukraynada idi. Ukraynanı harda tapacağıq? Baxın, buradadır. Krım da yenə beynəlxalq sənədlərə əsasən hazırda Ukrayna ərazisidir, amma orada müharibələr gedir. Gördüyünüz kimi burada Ukraynadır. Daha sonra deməli gəlirik, bax bunu da elə qeyd etməyimizdə məncə xeyir olar. Seçkilərin, azad seçkilərin keçirilməsi 89-cu ildə artıq ki, soyuq müharibənin dönüş nöqtəsi olur. Nə deyir? Deyir, Polşada və Macaristanda azad seçkilər keçirildi. Berlin səddi dağılır və s. Çexoslovakiya və Bolqarıstan, Rumuniyada kommunist diktaturasına son qoyuldu. Biz təbii ki, dərslikdə adları keçən ərazilərə baxacağıq. Deməli, azad seçkilərlə bağlı hardadır ki, Polşada, bir də harda? Polşa, bir də Macaristanda azad seçkilər keçirildi. Ən əsas, bu ortada bu coğrafiyanın ki bildiyi, qıraqlarını özümüz quraşdırıb tapacağıq. Çexiya, Slovakiya, Avstriya, Macaristan. Deməli, Polşadan aşağı düşəndə qarşımıza Çexiya, Slovakiya çıxır. Sonra da Avstriya, Macaristan. Bax, bu dördlüyü həmişə belə yadda saxlayın. Yuxarıdakı Çexiya, Slovakiya, aşağıdakı Avstriya, Macaristan. Deməli, nə baş verdi? Polşada və Macaristanda azad seçkiləri keçirib gedirik hara? Çexoslovakiyaya. Nədir? Burada diktatoriya son qoydu. Çexiya, Slovakiya. O dövrdə bir gedirdi bu ərazi. Bolqarıstan və Rumuniyada da həmçinin deməli Rumuniya və Bolqarıstan. Bayaq xatırladıqsa biz bir xətt çəkmişdik. Demişdik ki, Sovet modelli rejimlər yaradılmışdı. Düzdür, videonun əvvəlində. Baxın, həmin əraziləri bayaq yaratmışdıq, indi də dağıtdıq. Bu da bu formada bu ərazilərlə bağlı. Elə dağıtmaqdan söhbət düşmüşkən Paris xəritəsinin imzalandığı ərazidə Fransiyada gəlib bir baş çəksək, məncə heç pis olmaz. Həm də Eiffel qülləsinin yanında şəkil zad da çəkdirərik. Bu da belə. Soyuq müharibədən sonra bəzi məsələlər də var. Nə deyir? Deyir ki, tədricən artıq çox qütblü dünya formalaşırdı. Avropa Birliyi deyəndə baxın indi Britaniya oradan çıxıb artıq. Avropada, yəni Avropa bir bu hissələr. Rusiya, sonra deyir Çini deyir, biraz uzaqlaşdıraq yaxşı. Rusiya, Çin, dəfələrlə bunları qeyd edirəm ki, göz yaddaşımıza yaxşı otursun. Sonra Yaponiyanın özü, Yaponiya. Sonra Hindistanı burada qeyd edə bilər ki, deyir, bunlar regional güc olaraq ABŞ-nin fəaliyyət sahəsini məhdudlaşdırmaqda idi. Deməli, tədricən bu dövlətlər, SSR-nin dağılması nəticəsində onun varisi Rusiya belədir, ABŞ-nin fəaliyyətini məhdudlaşdırırdı. Düzdürmü? Baxın, hansılar oldu? Rusiya oldu, Çin oldu, Yaponiya oldu, həmçinin Hindistan oldu və həmçinin təzə regional gücə çevrilən biz ölkələr də sayırıq. Hansıları sayırıq? Gəlin onlara da baxaq. Kimləri deyirik regional gücə çevrildi? Türkiyəni deyirik, İranı deyirik, hər ikisi bizim qonşumuzdur. Keçirik bu tərəfdən Braziliyanı deyirik, biraz belə eləyək ki, yaxşı, hamısı bir kadrda düşsün. Braziliyanın gözü yumulu düşdü deyəsən. Həmçinin İndoneziyanı burada qeyd eləyə bilərik. Deməli, regional güclər çevrilən. Təbii ki, baxın, Avropa Birliyi, Rusiya, Yaponiya, Çin, Hindistan ilk vaxtlar bunlar ABŞ mane olurdular. Həmçinin regional dəyişən dünya nizamının, baxın, belə cümlə qurulsa, dəyişən dünya nizamının regional güclərinə bu dövrdə kimlər çevrildi? Türkiyə, İran, Braziliya, həmçinin İndoneziyanı burada qeyd eləyə bilərik. Daha sonra nədən danışa bilərik? Təbii ki, Rusiya-Gürcüstan müharibəsi, təbii ki, Urusiyyət, yəni Rusiya, bu da Gürcüstan.
Burada demək 2008-ci ildə baş verdi bu proseslər. Ərəb baharından heç danışmadıq. Təbii ki, Ərəb baharı Tunisdə başladı. Gəlin Afrikanı yaxınlaşdıq. Şimali Afrikada əsasən. Deməli Tunis haradır? Keçmiş Karfagen, Vandal krallığı baxın bu hissələrdə idi. Deməli Tunisdə başladı. Ümumilikdə bu üsyanlar bizim dərsliyimizə əsasən hansı bölgələrdə diktatorlara qarşı belə mübarizələr baş verdi? Misirdə baş verdi, Liviyada baş verdi, Tunisdə baş verdi və Suriyanı qeyd edir. Baxın, Şimali Afrika və bir də burada Şərqi Aralıq dənizinin şərq hissəsində və yaxud Ön Asiyada Suriyanı qeyd eləyə bilərik. İlk vaxtlar, düzdür, indi müasir dövrdə Bəşər Əsəd də devrilib artıq, yenə də deyirəm, dərsliyə əsasən qeyd olunur. İlk vaxtlar bunlardan Tunis, Misir və Liviyada diktator rejimləri diktator rejimlərinə son qoydu. Demək, Tunis, Liviya və Misirdə. Və deməli, bu prosesdə nə vaxt baş verir? 2010-cu ildə baş verir. Vətəndaş müharibələri kimi də deyə bilərik. Həmçinin bu dövrdə Suriyada, dedik ki, Bəşər Əsəd indi devrilib, amma o dövrdə vətəndaş müharibəsi davam etdi. Həmçinin İraqda da bu vətəndaş müharibəsinin olduğunu biz qeyd eləyə bilərik. Bu formada inşallah bu videomuz da sizin üçün faydalı olar. Uğurlar hər birinizə.